Hər kəsin maaşından hər ay Dövlət Sosial Müdafiə Fondu vergi tutur və tutulan bu vergilər həmin şəxsin hesabında yığılır. Deyək ki, bir adam 20 yaşından əmək fəaliyyətinə başlayıb, 50 yaşına qədər işləyib. 30 il bu adam çalışıb, 30 il hər ay sosiala vergi ödəyib. Və onun hesabında 30 illik sosial vergidən yığılmış bir pul var. Şəxs 65 yaşında pensiya çıxanda, onun minimum pensiyasının üzərinə həmin pul əlavə olunur. Məsələn, 300 manat alasıydısa, alır 600 manat, 700 manat və s. Amma şəxs deyək ki, 50 yaşına qədər işlədi, 51 yaşında dünyasını dəyişdi. Yəni gedib 65 yaşına, pensiya yaşına çata bilmədi. Bəs o 30 il ərzində onun hesabına yığılmış o sosial pul hara gedir? Necə olur? Adam 30 il sosiala vergi ödəyib, pensiya yaşına çatmamış dünyasını dəyişir, 30 il ərzində onun hesabına yığılan o pul məbləğ itir. Əslində isə itməməlidir. O hesab, deyək ki, onun hesabına məsələn 3000 manat pul yığılıb. O 3000 manat onun həyat yoldaşına yaxud da övladlarına verilməlidir. Aylıq şəkildə ola bilər, illik yaxud da bir dəfəlik. Heç olmasa banka bir borcu varsa, bank borcu silinsin. Yəni adam bankdan pul götürüb, məsələn 4000 manat, vəfat edir. Onun 4000 manatını məcburdur övladları ödəsin. Amma ödəməməlidir. Şəxsin hesabında da əgər sosialdan 4000 manat yığılıbsa, o pulu götürüb vətəndaşın bank hesabını, yəni mərhumun, ölən insanın bank hesabını bağlamaq olar. Vergi verdikləri pul itib batmamalıdır. Bu pul vətəndaşa özünə olmasa da ailə üzvlərinə ödənməlidir. Ödəməyəndə dövlət pensiya yaşına çatmamış vətəndaşlara borclu qalır.